Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə ərik mürəbbəsi hazırlayacağıq. Burada gördüyünüz kimi çox iri olmayan əriklərimiz var. Əriklərimizin yarısını soymuşam. Burada 3 dənə əriyimiz qalır. Bax belə gördüyünüz kimi yaşıl alma kimi soyulur. Yəni bax elə ərikdən hazırlamaq lazımdır. Əriyin əgər səsi xır dorğa soyduqca çıxırsa, значит demək olar ki, o ərikdən mürəbbə hazırlamaq olar. Əriklərimizin içərisinin çərtdəyini belə bir atverka ilə mən çıxardıram. İndi siz nə ilə istəsəniz çıxarda bilərsiniz. Budur, çıxardıb bura yığmışıq. Tiyənimizin içərisinə əriyimizi əlavə edək. Çox adam çayını sodaya qoyur ərikləri. Yəni mən çayını sodaya qoymuram. Əriklərimizi bax belə çəngəllə bir-iki yerindən dəliklər açaq. Məndə 2 kilo 180 qram ərik var. 2 kilo 180 qram ərikin üzərinə 2 kilo şəkər əlavə edirəm. Buraxaq, əriyimiz hardasa bir 4 saat, 3 saat az da olsa şirəsini buraxsın. Sokunu buraxandan sonra qaynadacağıq. Əriyimiz sokunu buraxıbdır. Görün nə qədər sokunu buraxıb. Ocağımızı yandıraq, əriyimizi qaynadaq. Atcana bir buğum üzəri köpükləyəndə, qaynayanda şiriyə qoyacağıq gənə. Artıq şəkəri əriyir. Bu içərisindəki qırıqlar xarab əriklər idi. Yəni təmizləyib içərisinə tullamışam. Mən çayını sodaya zada qoyub etmədim. Eləcənə şəkər, əriyin özü. Şiriyə qoydum. Şiriyə qoyandan sonra bax belə sokunu buraxdı. İndi də ocağın üzərinə aldıq. Qaynamağa başladı. Ocağımızı söndürək. Şiriyə qoyaq. Hardasa 1 saat, saat yarım şirədə qalsın. İki saat dinləndi, şirədə durdu. 2 saatdan sonra əriyimizi ocağımızın üzərinə aldıq. Bir buğum qaynadıb, əriyimizi gənə şiriyə qoyacağıq. 2 dəfə şirədə saxladıq. 3-cü səfər ocağımızın üzərinə aldıq. Artıq mürəbbəmizi qaynadaq, pişsin. Gördüyünüz kimi budur. Mürəbbələr, əriklərimiz bütöv durur. Üzərinin kəfini pişəndən sonra yığacağım. Mürəbbəmizin suyundan biraz götürək. Görək qatılaşıb bu.
hələ tam qatılaşmayıb. 1-2 dəqiqədə qaynayandan sonra götürəcəyik. Bax, budur, görürsünüz, cız açanda tez yapışır. Artıq mürəbbəmiz hazırdır. Görürsünüz, cız gec örtülür. Mürəbbənin kəfini mən çox vaxtı bax belə yığıram. Bu da bizim ərik mürəbbəmiz. Çox gözəl, möhtəşəm, dənavar alındı. Budur, hamısı göz qabağındadır. Dediyim kimi, o içərisində qırıqlar olanlar xarab əriklər idi. Yəni kəsib, təmizləyib içinə tullamışam. Saymaq olar əriklərimizi. Çayını soduya qoymadım, üzünü soydum, şəkər əlavə edib qaynatdım. 2 dəfə şiriyə qoydum, 3-cü dəfə qaynadıb bişirdim. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın. Siz də mənim kimi belə gözəl dənavar ərik mürəbbəsi hazırlayın. Əsl ərik mövsümüdür.